Havanın yağmurlu keçməsi daha bir problemi qabardı. Bəzi ərazilər sürüşmə təhlükəsi ilə üz-üzə qalıb. Bu dəfə sürüşən Sabunçu qəsəbəsindəki torpaq olub ki, o da bir evi yerlə yeksan edib. Bir neçəsinin isə başının üstünü uçma təhlükəsi alıb. Hadisə yerində əməkdaşımız Nurlan Rafikoğlu olub, izləyək. Yatmışdıq burada. Birdən sürüşmə oldu, divar aralandı, üstümüzdə hər şey töküldü, tutuq qaçdıq çölə. Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsi 26 Bakı Komissarı küçəsində torpaq sürüşməsi baş verib. Təşvişə düşən sakinlər dərhal evlərini tərk etməyə məcbur olub. Sakinlər deyir ki, bu cür hadisə artıq dəfələrlə baş verir. Bu gün sürüşmə zamanı İradə Məmmədovaya məxsus fərdi evin yataq otağının divarı uçub. Ancaq bu uçquna səbəb kimi sakinlər burada dəmir yol xəttinin dəyişdirilməsi ilə əlaqədar yeni qazıntı işlərinin aparıldığını əsas gətirir. Evlərin yerləşdiyi ərazidə isə heç bir bənd bərkitmə işləri görülməyib. Divar, qonşunun ev uçmuşdu, indi keçibdi bir tərəfə. Bizim də divarımız uçubdu, yataq otağımız uçubdu, təmiz aralanıbdı bir-birindən. Çəkiliş vaxtı onda müşahidə etdik ki, bir sıra evlərin qapısı qıfıllıdır. Əraziyə diqqətlə baxdıqda müəyyən olunur ki, bir hissəsi uçulmuş evlərin digər hissələrini yaxınlıqda keçən borular saxlayır. Torpaq sürüşməsi zamanı bir neçə sakin məcbur olub elə yaşadıkları evdən köçüb. Elə bax bu gördüyünüz bu evlərdən biri də hazırda sakini olmasa da evin həqiqətən də uçub yerlə yeksan olduğunu şahid oluruq. Problemlə əlaqədar üz tutduq Sabunçu rayon icra hakimiyyətinə. Qurumun qəsəbə nümayəndəliyinin baş mühəndisi Arif Əmrahovla əlaqə saxlaya bildik. O dedi ki, bununla bağlı quruma sakinlər tərəfindən müraciət olunmayıb. Amma həmin ərazidə yerləşən evlərin kanalizasiya xətti olmadığından çirkab suları evlərin arxasına yığılır və nəticədə torpaq sürüşməsi daha da aktivləşir. Dəmir yol açıqdır, biz həmdə 83-cü ildə oranın qazıb xətt çəkmək istəyirmiş. Sonradan həmin xətti bunlara adişat ediblər ki, sizi bənd vuracaq qapı qarşısına alacaq. Heç bir yol vaxtında həmin ki, torpaq sürüşməsində onun nəticəsində illərlə keçib baş verir. Elə biz də deyilənə uyğun olaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov dedi ki, problemdən xəbərdardırlar və bu ilk sürüşmə hadisəsi deyil. Yaxın vaxtlarda həmin ərazinin bərkidilməsi planlaşdırılır. Ümid edirik ki, tezliklə problem öz həllini tapar və sakinlər öz evlərini tərk edərək kirayədə yaşamaq məcburiyyətində qalmazlar.